Ha uşaqlar. Demək bundan öncəki videomuzda biz bir hüceyrələrin bəzi tiplərinin və siniflərinin nümayəndələri haqqında məlumat aldıq. Yalnız bizə tipinin, sarkomastoforlar tipinin nümayəndələri haqqında məlumat aldıq. Yerdə qalan video uzun oldu deyən mən dedim ki 2 hissəyə bölüm. Yerdə qalan sporlar tipi və infizorlar tipi haqqında isə bu dərsimizdə məlumat verəcəm uşaqlar. Demək, gəldik sporlar tipi uşaqlar. Sporlar tipi biz dedik ki bir hüceyrələr yarım aləminin 5 tipi var. Hansı ki sarkomastoforlar tipi, sporlar tipi, infizorlar tipi, kindosporidlər və mikrosporidlər. Dedik bu iki kindosporidlər, mikrosporidlər bizim məktəb dərslərində yer verilmir. Ancaq 3 tip öyrənilir. Onlardan birinci tip haqqında sizə məlumat verdim. Qaldı 2 tip, sporlar və infizorlar. İlkin olaraq sporlar tipi haqqında məlumat vermək istəyirəm uşaqlar. Sporlar tipinin ümumiyyətlə nümayəndələri parazit həyat tərzi sürür uşaqlar, parazit həyat tərzi keçirirlər. Daha sonra niyə sporludur? Çünki həyatının müəyyən mərhələsində uşaqlar mütləq spor mərhələsində keçirir müəyyən mərhələsini və çoxalmasında qeyri-cinsi nəsildən cinsi nəsil növləşməsi baş verir. Və 2 sinifi var, koksidikimlər və qriqarinlər. Biz öyrənəcəyik koksidlər sinifindən malyariya parazitini uşaqlar. Bir də ki, hansı ki biz toksoplazma haqqında məlumat almış olacağıq uşaqlar. Ən birinci malyariya paraziti haqqında məlumat verim uşaqlar. Mikroskop ölçüyə malikləri bilirik ki, hücrə daxili parazitdir. İnsanda törətdiyi xəstəlik malyariya xəstəliyidir uşaqlar. Keçiricisi isə biz hansı ki bilirik ki, bizə malyariya ağcaqanıdır. Parazit qeyri-cinsi mərhələsi insanın orqanizmində, ona görə də biz onun aralıq sahibiyik. Cinsi mərhələsi isə anofez cinsindən olan ağcaqanadda keçirdiyinə görə əsas mərhələsi məhz əsas sahibi ağcaqanad hesab olunur. Gəlin görə ümumiyyətlə bu parazitə biz necə yoluxuruq, bizə necə yoluxur və bizdə hansı xəstəliklər törədir və bu xəstəliklərin əlamətləri hansılardır uşaqlar? Ən birinci ümumiyyətlə malyariya ağcaqanadı birinci insanı sancır və bu ağcaqanadın fikir veririksə burada qeyd olunur uşaqlar. Bu ağcaqanad bizi sancdıqda uşaqlar, bizi o ağcaqanadın hansı ki tüpürcək vəsində onun parazitin sporozoidləri insana yoluxur, uşaqlar qanla keçir və bu sporozoidlər qanla gəlir qaraciyər hüceyrəsinə daxil olur. Və burada şizoqaniya yolu ilə uşaqlar, bu şizoqaniya çoxlu bölünmə deməkdir. Yəni bu bölünmə necə başa düşülür? Qeyri-cinsi çoxalma uşaqlar. Yadınızda saxlayın ki, aralıq sahib bizik, yalnız bizdə cinsi çoxala bilməz. Yalnız əsas sahibdə cinsi çoxalır uşaqlar. Və burada uşaqlar bu bizdə dedik ki qaraciyər hüceyrəsi hesabına qidalanır və qaraciyərin artıq orada həm eyni zamanda qaraciyər hüceyrəsini dağıdır və burada hər bir qana düşmüş parazitin bir qismi yenidən qaraciyər hüceyrələrinin bir başqasına yoluxur. Bir qismi isə qırmızı qan hüceyrələrinə daxil olur, hansı ki eritrositlərə daxil olur. Yenə burada şizoqaniyanı davam elətdirir və eritrositləri dağıdır uşaqlar. Və beləliklə qana zəhərlənmə verir uşaqlar. Yəni çünki qana bu eritrositlər dağıldıqca qanda zəhərli maddələr qidalanır və o qanda qidalandıqca eyni zamanda eritrositləri dağıtdıqca qanda zəhərli maddələr də ifraz olunur və bu da insan bədənində uşaqlar 39-40 dərəcəyə qalxan qızdırma və titrəməyə səbəb olur. Və bu titrəmə 2-3 gün təkrar olunur uşaqlar. Müəyyən müddətdən sonra insan qanında parazitlərin çoxalması dayanır. Hansı ki qanda inkişafını parazit bitirib uşaqlar və bu parazitin bitirdikdən sonra mütləq ağcaqanadı gözləyir uşaqlar. Və bizim ağcaqanadı gözləyir. Niyə gözləyir ağcaqanadı? Çünki bilirik ki ağcaqanadın bədəndə bu cinsi yolla çoxalacaq və ağcaqanad insanı sancdıqda bunun eyni zamanda bizim bədənimizdə uşaqlar, bunlarda gametositlər deyilir, əmələ gəlir və bunlar ağcaqanadın hansı ki insanı sancdıqda bu gametositlərdən hansı ki mikrogamet və makrogamet adlı cinsi hüceyrələr yaranır. Və onlar da baxın ağcaqanadda artıq bu proses baş verir. Orada birləşir və zigota çevrilir. Və bu cinsi çoxalma artıq hesab olunur və ona görə də malyariya ağcaqanadının əsas sahibi demək ağcaqanad hesab olunur. Malyariya parazitinin əsas sahibi ağcaqanad hesab olunur. Və bu cür deyir, aktiv hərəkətdə olur. Ağcaqanadın bağırsaq divarını deşərək daha sonra bədən boşluğuna keçir
və burada nazik qılaflı düyünlər şişlər əmələ gətirir. Sista böyüyərək, sistalar böyüyərək partlayır və parazitlər bədən boşluğuna tökülərək ağcaqanadın tübü cəbhəsinə gəlir. Və burada uşaqlar gözləyir yenə sağlam bir insanı. Hansı ki bu sağlam insanı yenidən sancır və beləliklə yenidən qana keçir uşaqlar. Bu xəstəlik də ümumiyyətlə deyil, bir neçə ağır formaları mövcuddur. Onlardan biri də tropik növüdür ki, Afrika və Asiya ölkələrində hər birində 100 minlərlə insan əsasən 1-5 yaşlı uşaqlar hər il bu xəstəliklərdən ölürlər uşaqlar. Respublikamızda da 20-ci əsrdə 5 malariya epidemiyası baş vermişdi və bu xüsusilə bir neçə illər olub ki, bu çox geniş yayılıb uşaqlar və hal-hazırda görülən profilaktik tədbirlərlə bunun qarşısı alınmışdır uşaqlar. Və ümumiyyətlə bununla necə mübarizə aparırıq? Təbii ki, xəstəliyin müalicəsidir. Malariya ağcaqanadına qarşı məsələn hansı ki məhz onların süfrələrinə qarşı görülən tədbirlərdir və bu həmən onların yaşadığı su hövzələrinin qurudulmasıdır və s. və axır bu kimi tədbirlər görür. Dedik ki, sporlar tipinə mənsub olan digər parazit toksoplazmadır uşaqlar. Bu da iki sahib dəyişməklə gedir. İki sahibin bədənində gedir. Əsas sahibi pişik kimlərdir uşaqlar? Araq sahibi isə istiqanlı heyvanlar, həmçində insan da ola bilər. Və bunlardan toksoplazma uşaqlar insanda belə deyək də insanda adətən yüngül keçir. Ancaq hamiləlik dövründə bilirik ki, uşaqlar immunitet aşağı düşür və bu zaman artıq onda insanda olan bütün xəstəliklər üzə çıxmağa başlayır və bu da nəticədə hamiləlik dövründə bu infeksiyalar, ümumiyyətlə bu xəstəlik üzə çıxmış olur. Və bir qayda olaraq da immun sistemini, ürək və limfa düyünlərini, dalağı və qaraciyəri zədələyir. Hətta ana bətnində rüşeymi də zədələmək qabiliyyəti var uşaqlar. Gəldik ki, digər tipimiz, sonuncu tipimiz bir hüceyrələr yarım aləmdən infizorlar tipidir və infizorlar tipinin digər adı kirpiklər tipidir uşaqlar. Sərbəst və parazit həyat tərzi keçirən nümayəndələri vardır. Kirplərin köməklə, kirpikçilərin köməklə hərəkət edir. Tipin xarakteri xüsusiyyəti odur ki, daha sonra digər ibtidailərdən də əsas fərqlərdən biri 2 ədəd nüvəyə, böyük və kiçik nüvəyə malik olmazdır uşaqlar. Gəldik tip infizorlar tipi. Sinif kirpikli infizorlar, nümayəndə infizor tərlik. Uşaqlar belə oxuyun həmişə oxuyanda ki, daha aydın şəkildə yadınızda qalsın uşaqlar. Gəldik ki, gəlin görək. İnfizor tərliyin hansı özəllikləri var uşaqlar? Demək, şirin su hövzələrində yaşayır. Bədəni ayaqqabı tərliyinə gördüyünüz kimi oxşuyur uşaqlar və xaricdən qalın qılafla örtülür, ona görə də sabit bədən quruluşu var. Qılafın üzərində 10-15 minə qədər kirpikçik yerləşir ki, bilirsiniz ki, bu kirpiklərin fəaliyyəti ilə fəal surətdə hərəkət edir və kirpikçiklərin içərisində eyni zamanda uşaqlar. Demək, bunların çöpçüklərə də rast gəlinir və bu çöpçüklər də bunların müdafiə funksiyasını yerinə yetirir və bunlarda digər hansı ki tipin nümayəndələrindən fərqli olaraq 2 ədəd gətirici kanallara malik olan gördüyünüz kimi ifrazat vakolu var. Biri bədənin ön hissəsində, biri isə bədənin arxa hissəsində yerləşir uşaqlar. Və bundan başqa dedik ki, 2 ədəd nüvəsi var uşaqlar. Bir kiçik nüvə gördüyümüz kimi və bir də böyük nüvə rast gəlinir. Daha sonra nüvələrdən ümumiyyətlə böyük nüvə bizim şagirdlərimiz var uşaqlar. O həmişə deyirdi ki, mənim bu böyük nüvə bütün prosesləri idarə edir. Bədənin polajeniyasıdır, üzr istəyirəm ifadəmə görə. Ancaq bunu da qeyd edirlər həmişə. Sizin də yadınızda yəqin ki, beləcə qalar uşaqlar. Və kiçik nüvə isə ancaq cinsi çoxalmada iştirak edir uşaqlar. Və eyni zamanda bunlarda biz digər tipdə olmayan hüceyrəvi ağız və tullantı dəliyi ifadəsini də işlətmiş olacaq uşaqlar. Və gəldik qidalanması. Kiçik bakteriyalarla qidalanır. Kirpikçiklərin köməyi ilə, xüsusilə ağzın ətrafında olan kirpikçiklərin köməyi ilə qida birinci udlağa ötürülür uşaqlar. Daha sonra isə ətrafında aydın məsələdir ki, həzm vakolu əmələ gəlir. Və həzm vakolunda artıq vakolda müəyyən şirələrin təsir nəticəsində qida parçalanır. Həzm olunmayan qida qalıqları isə müəyyən bədənin müəyyən bir hissəsindən tullantı dərliyi vasitəsilə bədəndən xaric olunur. Tənəffüs də digər bir hüceyrələr kimi bütün bədən səthi ilə həyata keçirilir uşaqlar. İfrazatı dedik ki, bayaq gətirici kanallara malik olan 2 ədəd ifrazat vakoluna malikdir uşaqlar. Bədəndəki lazımsız ifrazat məhsulları toplanır və vaxtaşırı bədənin müəyyən hissəsindən patlayaraq xaricə açılır uşaqlar.
və infizor tərlikdə digər ibtidailər kimi həm qıcıqlama həm də sistalaşma qabiliyyəti var. Ümumiyyətlə biz dedik ki, sistalaşma qabiliyyəti tipik xarakter xüsusiyyətidir və eləcə də qıcıqlama qabiliyyəti. Bütün sporlu ümumiyyətlə bir hüceyrələrdə biz bunu qeyd elədik uşaqlar. Və gəldik çoxalması necədir uşaqlar? Çoxalması qeyri-cinsi yola çoxalır. Ancaq qeyri-cinsi çoxalması necə baş verir? Enine istiqamətdə uşaqlar. Bunu diqqətlə fikir verək. Və enine istiqamətdə baş verir və əvvəlcə hər birində bir dənə ifrazat vakulu gətirici kanallara malik olan ifrazat vakulu olur. Daha sonra isə bölündükdən sonra hər birində yenidən ifrazat vakulu formalaşmağa başlayır uşaqlar. Və bundan başqa biz bunlarda cinsi çoxalma konjugasiya sözündə deyə bilərik uşaqlar. Konjugasiya birləşmə deməkdir. Bunlar bilirsiniz ki, konjugasiya zamanı yaxınlaşır bir-birinə. Ancaq bu proses demək, bu proses zamanı sadəcə bunların keyfiyyəti artır və say hesabı artmır. Bunu da yadımıza saxlayaq. Və qeyri-cinsi çoxalması da uşaqlar onu da qeyd eləməmiş oldum. Onu da deyim 24 saatdan bir hesablanır. Biz də bunu bakteriya hesablama düsturu ilə hesablayırıq uşaqlar. Hansı ki NT bərabərdir. N0 vuraq. 2 üstü biz bakteriyalar demişik 20-30 dəqiqədən bir, minimum maksimumda 20-30 dəqiqədən bir. Ancaq biz dedik ki bu sutkada, yəni 24 saatdan bir, 24 saatdan bir tədəz zaman istənilən verilən, məsələn 3 gündə deyə bilər ki, 2 infuzordan 2 infuzordan 3 gündə neçə infuzor əmələ gəlir uşaqlar. Onda biz həmən düsturdan ilkin olaraq bizə deyirsə, tutaq ki 2 infuzordan 3 sutka ərzində biz sutkamız 24 saatdır. 3 vuraq 24 bölək 24. Bu da gedir uşaqlar. İxtisar gedir və burada qalır 2 vuraq 2 üstü 3. 2 üstü 3-ümüzdə 8, 2 də vuranda 16 infuzor tərlik yaranmış olur uşaqlar. Bax bu düsturla əlverişli üsulla həll eləyə bilərsiniz uşaqlar. Daha sonra isə artıq sözcüklər yarım aləmi gəlir. Növbəti dərslərimizdə onun da izahatını sizlərə verməyə çalışacağım. Uşaqlar sağ olun. Növbəti dərslərdə görüşərik.